Çantama pul və adapterimi qoyuram. Açığı uzun yol deyil, yəni avtobusla falan getmirəm, ayaqla gedirəm. 15 dəqiqəlik yoldur. Amma özümə bəlkə mağazadan bir şeylər aldım, ona görə pul da götürürəm özümlə. Saçım dağıldı. Çantam belədir bu arada. Çantamın üstündə gül, papatya və yazılar var idi. Hamısını sökdüm. Niyə bilmirəm. Və gedirəm. Oy. Hələ həyətdən çıxmamışam. Podruqamla danışdım indicə. O da gözlüyümüş, oradaymış. Hələ 37-dir əslində, tamamda dərs başlayır. Amma biz biraz çox tez gedirik. Hələ dükana da girəcəyik əslində. Yaxşı oldu tez getməyimiz. İndi zəng vurdu ki, gəl. Mən yarı yoldayam. Biraz geç çıxdım normalda. 30-da çıxıram, 32-33-də çıxdım. 2-3 dəqiqənin fərqi. Külək gəldi biraz. Amma elə soyuqdan deyil. Məsələn, dünən bayağı bir axşam küləyə gəlirdi. Mən dedim ki, fişyodur. Bugün çox soyuq olacaq. Amma elə soyuqdan deyil. Hoş geldiniz. Dükana gedirik. Dükana gedirik. Nə qədər pul gətirmişsən? 190. Mənə dedi 1 manat gətirəcəm. Hansını alaq? Bilmirəm. Qərarsız qaldım. Az öncə dükanda çox qorxunc biriyle qarşılaşdıq. Ucundan sıyırdıq da yəni həqiqətən. Rafael'e evlendiririk. Niyə? Bilmirəm niyə. Bir dəqiqə çəkim olar dostlarımızı. Yolkamız var. Söz söyleyin. Blok çəkir. YouTube'a koyacağız sizi. Nerede ama şeyler şakabalı. Yürek. Götürün. Labunya. Gözüm mən dənə verdim. Çaresi. Göklerde kartal gibiydi. Yani anlıyor. Yok elime kaçsınları da. Siz qaydanı. Yok. Müəllim öldürəcək. Axşam da artıq evə qayıdıram. Dostumu da işıq tutan olaraq işlədirəm. Çünki həqiqətən kameradan heç bir şey görsənmir işıq olmayanda. Fəhlədir. Bir də işığı özünə tut. Fəhlə Rafael. Ənimi giyindim. Soyuqdur həqiqətən. Əslində əlcək taxacaqdım. Sonra dedim gülərlər mənə. Ona görə də belə gedirəm. Hava çox soyuqdur. Böyük ehtimal əllərimi cibimə soxacam. Videoda çəkə bilməyəcəm, amma çəkərəm. Ya da çəkmərəm, bilmirəm. Görərik. Hava həqiqətən dəhşət soyuqdur. Bunun belə olma səbəbi kurtkamın zamoku qırılıb. Hələ düzəltməmişəm. Ona görə sadəcə düymə ilə bağlamışam. Və soyuqdur. Yerlər yaşdır. Və aşırı soyuqdur həqiqətən. Külək bir yandan. Və havada belə dəhşət bir şaxta var yəni. Məsələn, külək hərdən azalır. Amma şaxta çox pis vurur da adam. Məsələn, şu an danışıram. Dodaqlarım donur. Çatdım. Salam Meyk. Necəsən? Yaxşı. YouTube'dasan. Oldu. Nə qədər pulun var? Geliyor baya. Məndə var. Nə alaq? Haradasan ha? Ha, buradaymış. Uzağa 1 manat 20 qəpiyim falan var. Pulu var. Parayı bulmuşum. Müəllimimizi gördük, almışım daha doğrusu. Değilse. Ne kadar? 60. Ne 60? Korsa. Tut bir tane. Ba. 10 qəpik. 20. 40 qəpik. 50 qəpik 60. Nefis oldu. Burası Kaftarlara oxşasam ver pulumu. Ağa. Bu 50 qəpikdir. Ged vurdur. Gəl. Bunu aldıq. Çünki bilmirik nə alaq. Yusuf da gəlir. Necəsən Yusuf? Necəsən? Tamam. Nə olub? Pis. Öl. Nağıl xanım gəlir. Necəsən xanım? Necəsən? Yox. Kimse gelse ya. Biz ya buradan gelmişiz. Çok ayıp. Bitti. Ben başlayalım.
Ya 9 olsak yoktu. Yox. İngiltərədə hakimlər deyin gəlsin. 3 6. 5 3 3, 5, 9, 6, 7, 3. Hansı fikir başlayalım. Hansı fikir nöqtələrini yeni yazmalılar? Məntiqi genişləndirmə olmaz. Burada D variantıdır. Çünki digər variantlarda dövlət fərqlənə belə deyil. Ödəyildiyi sakinlərə inandırır və yaxud nəqliyyat sirrləri. Amma dedik ki, bu iki ciddi araşdırın. Yəni o nöqtələrin yeni uyğun gəlmir. 5. Mətndə altına seçilmiş sözün mənasını və həmin mənaya uyğun nümunəni müəyyən edin. Burada altına seçilmiş söz almamışdır. Cümlədə ki, ancaq sonra yuxarıların fikrini almamış. Hə, yuxarıların fikrini almamış. Burada fikir alma məcaz mənalıdır. Yəni fikir alma bilmərik. Ona görə D variantı məcaz mənalıdır. Bu hadisədə ibrət aldı. 6. Mətnin məzmununa əsasən hansı cümlə mətnin giriş və əsas hissəsini əlaqələndirə bilər? Burada Y variantı yazmışam. Bu qarşılıqlı etibar esirlər davam edir. Çünki ilk abzasda, son abzasda bir-birinə qarşı olan qarşılıqlı etibardan bəhs olunur. 7. Mətndən belə qənaətə gələ bilər ki, kim olursa olsun mütləq etdiyinin qarşılığını alacaqsan. Çünki burada hakim dövlətə inamsızlığını göstərir və dövlət onun işinə nazır edir ki, kendisi inanmayan bir hakim, yəni işinə nazır olmalıdır. 9. Cədvəl tamamlayın. Hakim niyyəti dövlətin ona inanmadığını yoxlamaq idi. Nəticə olaraq da işinə nazır edildi. Bu qədər. Suven. Kim bildi bunu? İşte ben bakmayayım bildim. Sonradan var Devam ya. edelim. Tamam. Ay demirdi ne oldu demirdi. Yapıştı da. Neyse. Müəllimin işğalına uğradın, yoxsa mənə elə gəlir? Bizim uşaqlar sınaq yazmağı da bacarmır. Ya deyip ki pomidor kimi kızarmış. Pomidor dedi sənə ya. Yavaş. Ne çalma. Uşaqları çək, uşaqları çək. Kan çekiyor bence. Kan ses erkeğe gitmek zorunda. Bu oyunu biraz gelsin. Bu oyunu biraz. Ye kilonu al, kilonu. Dur gidin daha. Dur gidin. Ben siz olsaydım yaşım Ama yanında işlenmekte yanlış gözü uygunsuzdur. Asıl beni oğlunun ağırmanı değer hak etmem. Yenə mən və Fəhləm Rəfai hazırlıqdan qaydırıq. Soyuqdur yenə. Yusuf bizi çağırır. Mən kim düşüb? Mən vallahi mən sadəcə şey olur oradan. Mən deyəmərəm mən kim düşüb. Sən də mən deyəcəm. Ağzıma xey. Mən deyəcəm. Deyəcəm. Mən 100% müəllimə düşmüşəm. Sən nəyə çalışırsan? Ya. Çıxa baxma. Oyunca vur belə. 30. Sən də.